İmam Hüseyn əleyhissalamın Kərbəlasını tanımaq üçün bu dua ilə tanış olmaq lazımdır. İrfanın, mənəviyyatın fövqüdür. Heç bir duada mən şükrü bu həddə görməmişəm ki, Ərəfə duasında İmam Hüseyn şükr eləyir. Qəribə tərzdə şükr eləyir, çox qəribə tərzdə. Necə bir halla oxuyub Ərəfat dağında İmam Hüseyn əleyhissalam bu duanı oxuyub, göz yaşı içində oxuyub və bu gündə, bu dövrdə də Ərəfə günündə bu dua oxunur. Ərəfatda da oxunur, evdə də oxuya bilərsiniz, məsciddə də gəlib oxuya bilərsiniz. Ərəfə günündə bu duanı yaddan çıxartmayın. Ləin şəkərtum ləəzidənnəkum. Allah Quranda buyurur ki, istəyirsiniz nemətlər artsın, şükr eləyin. Şükr eləyin, mən artırım. Heç istəməsəz də artıracam. Nankörlük eləsəz, nemət əlüzdən çıxacaq. Odur ki, şükr eləmək istəyənlər bu duanı oxusunlar. Mən tərcümə eləmək imkanım yoxdur hamısını. Əvvəlindən bir sardan başlayır, hələ yaranmadığı vaxtın şükrünü eləyir. Yəni, hələ bunun yaranmasına hazırlıq olan vaxtı şükr eləyir. Ana bətnində qalan dövrü yad eləyir. Dünyaya gəldiyi dövrü, ata-ananın ona təmənnasız məhəbbətini yad eləyir. İnanın ki, bir seyirdir Allaha doğru bu dua. Çox gözəl, təsirli bir duadır. Gəlir, başlayır Allahı vəsf eləməyə. Mən tərcümə eləyirəm, siz baxın.